Salam xanımlar. Bugün mətbəximdə həm duzlu, həm də şirin bir gün keçiririk. İstədim ki, çay süfrəsinin bəzəyi olan klassik pirajki və hamının sevimlisi olan cupcake'ləri birlikdə hazırlayaq. Videonun sonunda hər ikisinin necə alındığını görəcəksiniz. Ona görə də sona qədər izləməyi unutmayın. Xanımlar, hal-hazırda binada yaşadığımızdan binanın həyətində o qədər çox səs-küyü var ki, videonu səsləndirmək heç mümkün olmur. Arxa planda səsləri hər halda siz də eşidirsiniz. Bina evində yaşayanlar məni yəqin ki, çox yaxşı başa düşər. Elə sırf buna görə də biz bina evindən həyət evinə köçməyə qərarı almışıq. Xanımlar, mən bu hesabı açanda sizə ilk başdan demişdim ki, hər şeyi olduğu kimi göstərəcəm. Ona görə burada da olduğu kimi deyim. Mən əslində birinci cupcake'ləri, daha sonra pirajkini hazırladım. Amma videonun əvvəlinə pirajkini yerləşdirmişəm. Birinci kartofları soyuruq, qaynamağa qoyuruq. Mən kartofları soyaraq qaynadıram, amma çox adam qabıqlı qaynadır. Mənim fikrimcə kartofları soyanda püre çox qəşəng pürüzsüz alınır. Amma bəzi insanların fikrincə kartofu qabıqlı soymaq daha xeyirlidir. Hətta deyirlər ki, kraxmalının 70%-i tərkibində qalırmış o formada. Bəs sizin fikrinizcə kartofu qabıqlı mı qaynatmaq lazımdır, yoxsa qabıqlarını soyub mu qaynatmaq lazımdır? Xanımlar, sizə səmimi bir etiraf edim, mən xəmir etməyi bacarmıram. Bu da mənim etdiyim 4-cü və ya 5-ci xəmir idi. Amma çox şükür ki, xəmirimi hazırlaya bildim tək başıma. Qaynatdığım kartofları əzib, duz istiyotunu əlavə edib püre halına gətirirəm. Mən püreye çərək yağı da əlavə edirəm. Bəs siz əlavə edirsiniz? Bunu da yorumlarda bildirərsiniz. Çox gözəl, pürüzsüz bir püremiz alındı. Mənim çox ürəyimcə oldu. Həmişə püreni bu tip sevirəm. Amma kartofu məncə qabıqlı qaynadanda püre bu qədər gözəl alınmır. Xanımlar, bu arada pirajkini mən standart kartof içliyi ilə hazırlayıram. Amma siz istəsəz qiyməli və ya göyərtili də hazırlaya bilərsiniz. Bir də pirajkidə əsas xəmirin sirri var ki, xəmiri çox yaxşı mayalamaq lazımdır. Çünki xəmir mayalanmayanda pirajki qəşəng yumşaq olmur. Bir çox insan məndən soruşur ki, həm şagirdlərlə məşğul olub, həm ev işlərini çatdırıb, həm də fabellikdə necə bu qədər aktiv olursan? Əslində hər şey zamanın düzgün idarə olunmasından asılıdır, xanımlar. Mən mətbəxdə vaxt keçirərkən, həm də beynimdə öz komandam üçün planlar qururam. Pirajki çox ləzzətlidir, amma pirajki hazırlayanda mətbəxi təmiz saxlamaq biraz çətin məsələdir. Stolun üstünü bu arada xanımlar, siz soruşmamış mən deyim, stolun üstünü əvvəlcə təmiz silmişdim. Ona görə xəmirlərimin kündələri sığışmadığı üçün stolun üstünə də kündələrimdən yerləşdirdim. Mən nəsə taxta üzərində işləməyi sevmirəm, elə stolun üzərində işləmək mənə çox rahat olur. Xəmirlərimizi qəşəngcə kündələyirik, qoy biraz daha yumşaq olsun. Daha sonra kündələdiyimiz xəmirlərimizi pirajki halına gətirəcəyik. Hər ev pirajkini bir formada hazırlayır. Mənim hazırladığım pirajki də bu formadadır. Mən pirajki xəmirlərini yağla incə formada açıram. İçərisinə istədiyim qədər kartofu yerləşdirib bükürəm. Pirajkilərin içliyinin yerləşdirilməsi hissəsini mətbəxdə yerinə yetirdim. Amma pirajkiləri mətbəxdə qızarda bilmədim. Çünki hava dəhşətli dərəcədə isti idi. Bu evimizin sevdiyim bir cəhəti o idi ki, bizim bu evimizdə 2 qaz ocağı var idi. Biri balkonda, biri isə mətbəxdə. Yay aylarında, isti aylarda qızartma işlərini balkonda yerinə yetirirdik. Mən pirajkiləri qızartmaq üçün dərin qazan istifadə edirəm. Belə olduqda yağ ətrafa sıçramır. Düzdür, pirajkilərim standart pirajkilər kimi hər biri eyni boyda, eyni ölçüdə olmadı. Görüntüsü çox da estetik olmadı. Amma əsas dadı idi və dadı çox möhtəşəm oldu. Pirajkilərimiz pişir, qoxusu isə bütün balkonu bürümüşdü. Bu arada, sizə deməyi unutdum, xanımlar. Komandamda yeni qeydiyyatdan keçən xanımlar üçün çox maraqlı aksiyalar var. Videonun altında bütün detalları qeyd edəcəm. Kimə maraqlı olsa, mütləq oradan baxıb, mənə geri dönüş edərsiniz. Xanımlar, pirajkilərin ən ideal bişmə forması qızılı rəngdə olan formasıdır. Amma mənim bəzi pirajkilərimin rəngi qara rəngdə oldu. 6 adet xəmirim geriyə qalmışdı. Onların içərisinə də böyükçən mürəbbəsi yerləşdirib bu formada pirajki hazırladım. Mən böyükçən mürəbbəli pirajkiləri çox sevirəm. Və sonda yumuşaq, qızılı və qara rəngli pirajkilərim alındı. İndi isə keçək şirin hissəyə. Cupcake'lərə.
cupcake'lərin resepti o qədər sadədir ki, hətta mətbəxə yeni başlayanlar belə asanlıqla öhdəsindən gələcək. Bu resepti mənə Faberlikdən dəyərlim Günay xanım öyrədib. Bilirsiniz xanımlar, Günay xanım bir dəfə bizim evimizə cupcake gətirmişdi və mən o cupcake'lərin dadını dəhşətli bir dərəcədə bəyəndim. Hətta elə bildim ki, bunları marketdən alıb. Tez Günay xanıma yazdım ki, çox gözəl, möhtəşəm cupcake'lər idi. Hansı marketdən almısan? Və o da çox sağ olsun, bu resepti mənə verdi. Həmin reseptlə hər dəfə özüm üçün möhtəşəm cupcake hazırlayıram. Bu arada xanımlar, burada qatığın içərisinə bir çay qaşığı soda tökmüşəm. MİQ imtahanının ödənişli olması necə bizim bağrımızı qabardırsa, bu soda da qatığı eyni formada qabartdı. İmtahana hazırlaşan müəllimələr məni çox yaxşı anlayır. Çünki imtahan 60 manat ödənişlə ediblər xanımlar, düşünə bilirsiniz. Əgər videomu izləyən müəllimlər varsa, qeyd edin görüm ödəniş etmisiniz, yoxsa yox. Mən də elə bu gün ödənişimi edəcəyəm. Cupcake'in bu sirli reseptini sizinlə də paylaşım. Deməli, 2 stəkan şəkər tozuna 4 ədəd yumurta ilə birlikdə çalırıq. Buna 1 ədəd vanil əlavə etmişəm. Çox gözəl ağarana qədər çaldıqdan sonra 1 stəkan qatıq, 1 stəkan dur yağ əlavə edirik. Qatığın içərisində bir balaca çay qaşığı sodanı söndürürük. Bu formada əlavə edirik. Onu isə göz qərarı apardığı qədər. Mən bu reseptdə limon qabığı əlavə etdim, amma limonun qabığı az çıxdı. Mən də buzluqda nənəmin hazırladığı qurumuş portakal qabıqları var idi. Onlardan da istifadə etdim. Bu formada portakal qabıqları çəkinisində ağza gəldikdə çox gözəl dad verir. Ona görə mən həmişə çalışıram ki, şirniyyatlarımın içərisinə portakal qabığı əlavə edim. Xəmirim hazır olduqdan sonra soba listinə cupcake dəmirlərini düzürəm. Mən heç vaxt cupcake dəmirlərinə uyğun ölçüdə kağız və yaxud da o kağızlara uyğun ölçüdə dəmir tapa bilməmişəm. Arada bir qarpız molası verdim və burada cupcake'lər üçün qabları qəliblərin içinə yerləşdirirəm. Heç vaxt qəliblərə səliqəli bir formada cupcake xəmirini tökə bilməmişəm. Bacardığım kimi dəkərək sobaya bişməyə verirəm. Cupcake'lərim bişməyə hazırdır və sobada cupcake'lərim yavaş-yavaş qabarır. Baxın xanımlar, əslində biznesdə məhz belədir. Əvvəlcə kiçik addımlarla başlayırsan, əziyyət çəkirsən, amma düzgün reseptlə, yəni düzgün komanda və hədəflə nəticə çox gözəl olur. Bu arada xanımlar, hazırda komandamla yeni bir mərhələ keçiririk və bu enerji mənə çox ruh verir. Növbəti ay bizim möhtəşəm bir tədbirimiz olacaq. Xanımlar, siz də əgər evdə rahat bir şəkildə ev işlərinizi görüb şirniyyat hazırlayarkən pul qazanmaq istəyirsinizsə, bu biznes tamamilə sizin üçündür. Pirajkilərim bişib, cupcake'lərim sobadadır. İndi isə nə vaxtıdır? Təbii ki, təmizlik vaxtı. Bulaşdırdığımız qabları tək-tək yuyuram və qurulayaraq yerinə yerləşdirirəm. Bu arada keklərimin geri qalan hissəsini çox kiçik kağızlar almışdım. Onlara uyğun dəmir qab tapa bilmirdim və həmin kiçik kağızları tökərək bu formada pişməyə qoydum. Minik cupcake'lər alındı. Həqiqətən çox qəşəng oldu. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Hələlik!